Bir adam əli əyridirsə, bax ailəsində nə tərbiyə veriblər. Ola bilər atası əli əyridir, amma nə tərbiyə verib, nə qədər dünyanı bunun gözündə zinətləndirib ki, bu dünya üçün hər şeyə razıdır. Bir adam kobuddusa, qabadısa, bir adam ancaq mənfi şeyləri görürsə, məsələn, müxtəlif peşə sahələrində də var. Jurnalisti görürsən, qurdalayır, ancaq mənfi şey çıxardır ortaya. İnanın ki, kökü gedir bunun ailəsinin tərbiyəsinə bağlanır. Demirəm hər şey, istisnalar var. Peyğəmbərin də övladı olur. İstisna denən ona, amma əsas ailədir. Çox şeyin kökü ailəyə gedir, çıxır. Çox şeyin kökü. Ailəni islah eləmək önəmli məsələdir. Cəmiyyətin mədəni səviyyəsini bilmək istəyirsənsə, ailə necə idarə olunur ona bax. Uşaqlar ata-ananın ayağına durur, yox, hər şey o keçmişdə qaldı. Niyə keçmişdə qaldı? Bəzi şeylər var, qoy keçmişdə qalsın, amma yaxşı şeylər gəl keçmişdən daşıyaq gələcəyə. Bu yaxşı şeydir. İndi bilirsiniz necə olub? Ata evə gəlib, heç bilinmir kim gəlib evə. Hər öz işindədir. Uşaq bilir ki, evə ata gəldi, dursun ayağa. Yox, 9 yaşda, 8 yaşda uşaq artıq. 7 yaşdan sonra ana bu şəraiti yaratmalı ki, atoz gəldi. Evdə hadisə baş verib. O mənada yox ki, qorxub titrəsinlər, yox. Ehtiram onları vadar eləsin, bir yerindən dursun, desin, ata salam, xoş gəlmirsən, geçsin təzdən. Ana eşidən kimi həyat yoldaşı gəldi, işini qoyub tez qabağına qaçsa uşaqlara desə ki, atoz gəldi, qorxutmaq mənasında ata gəldi və onlar elə olmazdı. Və yaxud da uşaq anasının ürəyini rahat sındırırsa, deməli, ata günah eləyib ki, uşağın yanında ananın ürəyini sındırır. Ananın ürəyini qırıb.